Başlatdıq. Deməli, birinci sualla başlayıram. Sual cümlələrini işləmək üçün sual cümləsinin sırasını yaxşı bilmək lazımdır. Hansı sual əvəzliyinin sırası necədir? Bundan əvvəlki dərsdə sual əvəzliklərini işləmişdik və orada artıq bəzi şeylərə hakimik. Yenə də bir xatırladaq. Sual və cümlələrinin əsasən sırası belə olur. Əsasən hər zaman yox. Sual əvəzliklərindən biri gəlir, sonra köməkçi feil gəlməlidir. Sonra mübtəda gəlməlidir, sonra xəbər sırasından getməlidir. Bu düzgün sual cümləsinin bir strukturudur. Amma yox, mübtədaya sual verəriksə biz, əgər mübtədaya sual verməkdirsə, bu zaman sual əvəzliyi gələcək. Sual əvəzliyi gələcək. Birbaşa feil gələcək. Birbaşa feil gələcək. Bu birbaşa feil unutmayın, was were-lə də birləşib gələ bilər. Məhcul növdə have, has been-lə də birləşib gələ bilər. Amma do, did, does-la birləşib gələ bilməz. Birbaşa feil gələcək, ondan sonra da direkt xəbərlə girəcək yəni cümləyə. Bu olur mübtədaya verilən sual. Nümunələrdə görəcəyik. Mübtədaya verilən sual olacaq. Bunun strukturudur. Bu şərtlər altında başlayacağıq biz indi bunu testlərini işləməyə. Yeni qaydalar çıxdıqca da qabağımıza onları da qeyd götürəcəyik. Deməli, birinci sualla başlayırıq. Birinci sualda sual əvəzliyini özü qoyub, how long deyə. Deyir ki, bunu tamamla. How long elə bir sual əvəzliyidir ki, nə qədər müddət deməkdir və bunun özündən sonra bu struktur getməlidir. Köməkçi feil gəlməlidir. Baxın, B variantında the baby gəlib. The baby köməkçi feil deyir. C variantında köməkçi feildə gəlib, mübtədada gəlib, xəbər də gəlib. Sadəcə problem bilirsiniz nədir? Biz didlə sual verəndə zaman qaydasından xatırlayırıq ki, bu slept irregular verbs'dir. Bu sleep, sleep'ə qayıtmalıydı. Bu didə görə sleep, sleep'ə qayıtmalıdır. Qayıtmayıb deyənə bu da yanlışdır. Does'la da sual verəndə, indiki sadə zamanda sleep'in sonunda s olmamalıydı. Bu da D variantında yanlış olur. Əgər məhculda sual vermək istəyiriksə, biz was, üstə gəlsə baby deyiriksə, was məhculda bini götürmürdü. Biz have been, has been, had beenlə məhculda sual verirdik, amma was beenlə vermirdik. Y variantı da buna görə yanlışdır. Doğru cavab olur, baxın A variantı. How long sual əvəzliyim, köməkçi feilim has, mübtədam baby, been məhculda verirəm deyənə qoyulub. Sleepingdəki mənim feilim cavab olur A variantı birinci sualda. Gedək üçüncü suala. Görək üçüncü sualda necədir? Üçüncü sualda isə görürsünüz ki, çoxlu cümlələr verib və deyir bu cümlələrdən hansı məhcul növ deyirəm, hansı düzgün interrogative sentencesdir? Yəni hansı düzgün bir şəkildə qurulubdur? When elə bir sual əvəzliyidir ki, when'in özündən sonra, yəni bunları bilmirsinizsə, sual əvəzliklərini tanımırsınızsa, hansı sual əvəzliyində nə etməliyəm bilmirsinizsə, mən dedikcə yanınızda bunu not alın ki, yadınızdan çıxmasın. When'dən sonra köməkçi feil gəlməlidir sıraya görə. Sonra mübtəda gəlməlidir, sonra xəbər gəlməlidir. Gəlin baxaq. Baxın, A variantda köməkçi feil gəlməyib, Z gəlib. Deməli, sırası pozulub, A deyil. B variantında köməkçi feildə gəlib, Z mübtədam, birin xəbərim gətirmək olma ehtimalı yüksək bir cavabdır ki, budur böyük bir ehtimal. Amma baxın, C-də sıra pozulub. When sual əvəzliyim. Will köməkçi feilim dalınca mübtəda gəlməlidir. Yəni bu Z bunun arasına girməli idi. Girməyib deyənə C variantı da deyil, sıra pozulubdur. D variantında V-dən sonra Z gəlib, Z köməkçi feil deyil. Y variantında da köməkçi feil gəlməyibdir. Baxın, köməkçi feil willdir. Görün, gəlib harda dayanıb bu will. Yanlış olur. Doğru cavab olur B variantı. Düzgün sırayla gedən B variantıdır üçüncü sualda. Gedək 5-ci suala. How often you engage with your coworkers in the meeting? Engage with məşğul olmaq deməkdir. Amma coworker isə işçilər, işçilər, həmkar işçilər, eyni işi görən insanlara coworkers deyirik. Deməli, how often necə bir strukturundan gedir? How often-dan sonra da, how often sənin sual əvəzliyindirsə, ondan sonra köməkçi feil gəlməlidir. Yəni, how often üstəgəl köməkçi feil strukturundan getməlidir. Mübtəda xəbərlə getməlidir. Görək hansında belə gedibdir. How often-dan sonra you gəlib. Amma mən deyirəm köməkçi feil gəlsin. O zaman A variantı yanlışdır. How often-dan sonra your gəlibdir. Bu da yanlışdır B variantı. How often-dan sonra do gəlibdir köməkçi feilim.
Qatılanları qəbul edim. Ha ofundan sonra gəlibdir do, mənim köməkçi feilim. You mübtədam. İncə heç bu izdə xəbərim olma ehtimalı ola bilər. Amma D variantında ha ofun gəlib, do köməkçi feilim gəlib. Bura mübtəda girməli idi. Baxın, bu you gəlib girməli idi bura. Bu da bura girmədiyi üçün sıranı pozubdur, yanlış olur. Ha ofundan sonra köməkçi feil gəlməlidir. Bizdə engagement gəlib, bu da yanlışdır. Doğru cavab olur C variantı 5-ci sualda. Gedək 7-ci suala. 7-ci sualda isə bir dəqiqə. 7-ci sualda isə bir neçə sual sizə işlətdirəcəm, birazını da gələk. 7-ci sualda isə yenə deyir ki, sıranı izlə və düzgün sual cümləsini seç və bu dəfə sual əvəzliyin haldır. Bəs how necə bir sual əvəzliyidir? How üstə gəlinsin, köməkçi how necə deməkdir? Köməkçi feil, mübtəda xəbər olmalıdır. Əgər howdan söhbət gedirsə, necə anlamında sual veririksə. Bu strukturla getməlidir. Yəni, howdan sonra köməkçi feil gəlməlidir. Bizdə distractions gəlib. Distractions köməkçi feil deyil. Distractions fikir yayğınlığı deməkdir. Diqqət yayınıqlığı deməkdir və bu köməkçi feil deyil. O zaman A variantı sırasını pozdu. B variantda awareness gəlib. Awareness fərqində olmaq deməkdir və bu da sıranı pozubdur. Bizdə köməkçi feil gəlməlidir. Baxın, burada can gəlib. Can modal verbslər özü köməkçi feil ola bilirdi. Burada da can gəlibdir. Ona görə C ilə D-ni saxlayın. Y variantında isə yenə distractions gəlib, sıra pozulub. Aha, indi bizə köməkçi feil can gəlib. Can'dan sonra nə gəlməlidir? Mübtəda. Baxın, C-də minimize gəlib. Burada awareness gəlib. Minimize reduce deməkdir, azaltmaq deməkdir, kiçiltmək deməkdir. Bu feildir. Bu tərəfdə olmalıdır. Awareness mübtəda olub qabağa gəlməlidir. Yəni, burada da sıra pozulubdur. Yəni, doğru sual D variantında qalıbdır. Doğru sıra. Ha, köməkçi feilim, can. Ha, sual əvəzliyim, can köməkçi feilim, awareness fərqində olmaq mübtədam, minimize-dəki aşağıya endirmək, minimallaşdırmaq da xəbərim olacaq. D variantı. Gedək indi sizinlə 9-cu suala. 9-cu sual çox-çox qəşəng suallardan biridir. Bu ilin 2025 toplusuna da inanılmaz salıblar. Sizə sual əvəzlikləri ilə mübtədaya sual verəndə, bayaq bir qayda yazdım ki, mübtədaya sual verəndə sual əvəzliyi gəlir, ondan sonra gəlir birbaşa xəbər, birbaşa feil. Baxın, birbaşa feil gəlir. Yəni, köməkçi feil yox idi, birbaşa feil gəlir. Və bu birbaşa feil əgər indiki zamanda sual verirsinizsə, bu köhnə topluda çox yox idi. Bu təzə toplulara salınıb. Əgər birbaşa feillə indiki sadə zamanda sual verilirsə, onun xəbəri tək olmalıdır. Xəbəri tək xəbər olmalıdır. Baxın, tək xəbər, xüsusən 11-lər, diqqətli olun burada. Xəbəri tək xəbər olmalıdır. Xəbəri tək xəbər nə deməkdir? Ya is, ya was, ya has, əgər indiki zamandan sual veririksə, bunlar bizə xəbərin tək olduğunu göstərir və ya feilin sonunda s olmalıydı ki, tək xəbər olsun. Keçmiş zamanda isə id ilə düzələndə, onsuz da buna ehtiyac yoxdur. Gəlin, indi baxaq. Birinci gəlin Y variantını ataq, çünki id ilə did bir arada olmaz. Burada yəqin ki, mənlə razısınız. Çünki didlə sual verirmisənsə, bu didi bu cümləyə salmısansa, sən inspire'ın sondakı idini burada saxlaya bilməzsən. Did artıq var burada, atırıq. Bunu atacağıq, gedəcək. Bu arada, embark on yəqin ki, 9-cu siniflərə maraqlıdır. Embark on nə deməkdir? Embark on başlamaq deməkdir. Bildiyiniz start deməkdir. Yəni, yeni bir layihəyə, yeni bir nəyəsə, burada yeni bir səyahətdir, təhlükəli bir səyahət. Nəyəsə başlamaq deməkdir. Gəldik, bura yenə didlə idini bir arada qoyubdur. Biz bilirik ki, did olan cümləyə idi girməyəcək, yanlışdır. Yenə idi ilə didi bir araya qoyubdur. Bu da yanlışdır. Qaldıq aynən B-nin arasında. Əgər bir cümlədə did varsa, did bilirsiniz ki, köməkçi feildir də. Did köməkçi feildirsə, ola bilər. Embark on, just not embark. Sadəcə embark deyil, embark qoya bilərik, bəli. Qoya bilərik starta. Və burada görürsünüzsə, həm didlə embarkın sonundakı idini saxlayıbdır. Buna görə atacağım. Did varsa, embarkın sonunda idinin nə işi var? Ondan da əlavə, bu did köməkçi feildir. Heç atıram, burada id heç yazmayıbdır. Başqa nəyə görə ataram bu sualı? Bu did köməkçi feildir də. Bir köməkçi feil bir cümlənin içində varsa, bunun yeri bura deyil. Bunun yeri qabaq olmalıydı. O zaman bunun yeri də yanlışdır. Yəni, bu cümlədə varsa, bunun yeri bura deyil. Bunun yeri qabaqdır. O zaman
A variantı cavab. Bəs deyə bilərsiniz ki, A-da bəs köməkçi feil yoxdur, did yoxdur. O zaman mübtədanın özünə sual verib də. Deyir, what inspired, bu strukturu izləyir. What inspired you to embark on such dangerous journey? Deyir ki, belə təhlükəli səyahətə nə səni ilhamlandırdı başlamağa? Nəyə görə ilhamlandın, bundan ilham götürdün, başladın? Yəni tamamilə buna görə. Baxın, bu inspire keçmiş zamanda yox, indiki zamanda sual versəydi, o zaman da s qoymalı idi sonuna, mübtədaya sual versəydi. Sadəcə burada keçmişdə sual verib deyənə ehtiyac yoxdur. Ümid edirəm 9 sizin üçün aydın oldu. Gedək 11-ci suala. 11-ci sualda isə gəlin baxaq görək niyə bilərik. Görürsünüz, didlə bigən bir aradadır. Birinci bunlara baxın. Bu did cümləyə giribsə, bu bigən nəyə qayıtmalı idi? Bigin olmalı deyil miydi? Olmalı idi. Bigin olmayıbsa, deməli bu yanlışdır. Yəni qaydasız feillərdə did girəndə feil əvvələ qayıtmalıdır. Ya kökdən dəyişəndirsə əvvələ, ya da idilitsə idisi düşməlidir. A variantı yanlış olacaq. Aha, V-dən sonra V-nin strukturu necə idi? Köməkçi feil gəlməlidir. Bizdə you gəlibdi, yanlışdır. Birdən deyərsiniz ki, mübtədaya sual vermək olur. Birincisi V-lə mübtədaya sual çox da verilmir. Ondan da əlavə mübtədaya sual verəndə birbaşa feil gəlməlidir. You gəlməli deyil. Mübtədaya sual versə birbaşa bigən gəlsin də onda. Niyə you gəlir ki? B variantı da yanlışdır. B variantı da yanlış olacaq. Gəlin bir dənə D variantına da baxaq. Didlə bigən bir arada gəlibdir. Bu da yanlışdır. Didlə bigən olmur. Didlə bigin olmalıdır. Baxın, didlə bigin. İndi qaldıq C ilə Y-nin arasında. V-dən sonra dedik köməkçi feil gəlməlidir. Gəlməyib, biqan gəlib. Birdən deyərsiniz mübtədaya sual verməkdir. Xeyr, mübtədaya sual verməyib. Bu cümləni tərcümə etsəniz mübtədaya sual verməyibdir. Bu cümlənin özünün mübtədası var, you-dur. Biz you-ya sual verməliyik. Yəni bu didi you-nun qabağına qoyub, dalınca da begin yazıb, ondan sonra sual verməliyik. Ona görə C variantı da yanlış olur. Doğru cavab olur Y variantı 11-ci sualda. Gedək 13-cü suala. 13-cü sual digər tərəfdə qalıbdı məncə. Deməli, 13-cü sualda görək bizdən nə istəyir, nələr eləyə bilərik. Didlə tuku görmək lazımdır da. Yəni bunu görün. Bu didlə sual verirsənsə, bu tuk olmamalı idi burada. Why da niyə deməkdir? Why strukturu da belədir ki, why üstəgəl köməkçi feil sırasından gedir. Hər bir sual əvəzliyinin quruluşunu bilin, quruluşunu mütləq bilin. Why köməkçi feil mübtəda xəbərlə getməlidir. Burada didlə tuku yanaşı qoyub deyəni atıram. Why-dan sonra köməkçi feil gəlməlidir. Məndə the coworker gəlib də yanlışdır. Yəni bu did qabağa keçməli idi. Keçməyib deyənə B yanlışdır. Aha, bu yeni də gəlin ataq. Didlə tuku bir arada saxlayıbdır. Bu da yanlışdır. İndi deyirəm ki, why köməkçi feil dalınca mübtəda xəbər. Baxın, why sual əvəzliyim. Did köməkçi verim. Dalınca mübtəda gəlməlidir. Take mübtəda deyil axı. Take xəbərdir, feildir, götürmək deməkdir. Yəni ona görə bu da yanlışdır. Baxın, bura necə düzgün bir sıra ilə gedir. Why, did, coworker, sonra da take. Cavab olur D variantı 13-cü sualda. Gedək 15-ci suala. 15-ci sualda yenə ha ilə birlikdəyik və ha-nı bayaq da dedim, yenə deyirəm. Əgər dərsdə olmayanlar varsa, ha necə deməkdir? Köməkçi feil gəlməlidir. Baxın, mən bunları ərinmədən bu qədər yazıramsa, siz mütləq bunları not almalısınız. Yəni, ha köməkçi feil mübtəda xəbər sırasından gedir. Ha necə deməkdir? Aha, ha-dan sonra köməkçi feil gəlməlidir. Baxın, B-də gəlməyib, fet gəlibdir. Sıra pozulub da burada. B-ni ataq. C-də də gəlməyibdir. Birdən deyərsiniz, contestant nə deməkdir? Contestant bu contest sözü var, konsert sözündən əmələ gəlibdir. Yarışçı deməkdir. Konsertdə yarışana deyirlər. Burada da köməkçi feil gəlməyib. C variantı getdi. Burada da köməkçi feil gəlməyib. D variantı getdi. Aha. Qaldıq A ilə Y-nin arasında. Gəlin baxaq. Gəlin Y-yə baxaq. Ha köməkçi feil sual əvəzliyim. Has köməkçi feilim, contestant mübtəda, fil də xəbərim. Bəs bu həfəzlə bitmiş zamanda sual verəndə feil dəyişmir. Həfəzlə bitmiş zamanda sual verəndə bir dəqiqə atılmaq istəyən var. Ümid edirəm əlavə etdim. Ekranı düzəltdim.
Hə, hayla bu bitmiş zaman sualıdır da. Biz həfhəzi bitmişlə vermirik uşaqlar. Bitmiş zaman sualını verəndə təkcə elə həfhəz olmalıdır, yoxsa onun fiili də dəyişməli idi. Bu fil feltə keçməli deyildi, ya üçüncü halını alırdı, ya da idili halını. Yaxşı, sən bitmiş zamandan sual vermək istəyirsənsə, bu fili də dəyiş də. Çünki bitmiş zaman quruluşu necə idi? Həfhəz üstə gəl, həfhəz üstə gəl, həfhəz üstə gəl. Ya feil id alırdı, ya da feilin üçüncü halını götürürdü də participle tonu. Dəyişdirməyibdi feili. Bax buna görə cümlə yanlışdır. Y variantı da bu fiilə görə yanlış olur. Çünki həfəzlə sual verəndə feil dəyişməlidir. Day deməyin ki, burada nə bilim feil əvvələ qayıtmalı idi sual cümləsində. O didə aiddir. O didə aiddir. O həfəzə aid deyildi. Həfəzlə sual verəndə feil yenə olduğu kimi qalır. Heç nəyi dəyişdirmirdik. Yəni bu feil feltə keçməli idi. Əvvələ qayıtmamalı idi. Ona görə doğru cavab olur 15-ci sualda A variantı. Artıq bir neçə sualı sizə işlətmək istəyirəm ki, vəziyyəti görmək istəyirəm. 17-ni də bir dənə işləyək. 17-ci sualda veya harada deməkdir və veyadan sonra nə gəlməlidir? Veyadan sonra köməkçi feil, mübtəda və xəbər sırasından getməlidir də bu. Düzdürmü? Gəlin görək gedirmi? You gəlibdir, pryamoy mübtəda gəlib, yanlışdır. You gəlibdir, pryamoy mübtəda gəlib, yanlışdır. Köməkçi feil gəlib, saxla. Köməkçi feil gəlib, saxla. You gəlibdir, at getsin. Qaldın ikisinin arasında. Bu indiki sadə zamanı köməkçi feildir. Bu found nədir bəs? Found heç bura yaraşırmı? Bu found find'in keçmişi deyilmi? Bunu biz bura niyə qoyuruq ki? Bu nə mənası var orada? Bu nə cümləsi oldu bu? Bir indiki ilə sual verdin, bir keçmişdən feil saldın. Olmadı axı bu. Olmadı. Ona görə bu da yanlış. Nasıl ki sıra düz gedir? Mənim köməkçi sual əvəzi, du köməkçi feil, bu nə bilim mübtəda, bu xəbər. Sənin xəbərini yanlış qoyubdu ora. Sən du ilə sual verəndə found or find yazmalısan. Sənin xəbəri ora yanlış qoyubdu. Ona görə biz bunu da D variantını da atırıq 17-ci sualda və 17-ci sualın cavabı avtomatik çıxacaq nə? C variantı. Həqiqətən də baxın, veya did you find, yəni qəşəng bir sual cümləsidir. Olur C variantı. Gedək 19-cu suala. 19-cu sualda artıq sizdən yavaş-yavaş soruşmaq istəyirəm. Aha, və-yəni işlədik day. 19-cu sualın cavabını yazın mesaj qutusuna. 19-cu sualın cavabını mesaj qutusuna yazın. Dərs qayd olunur. Olunur. Dərsi qayd edirəm. Ha, deməli 19-cu suala hansı qrup idi mənə deyən müəllimə? Əvvəl əksəriyyətiniz deyirdiniz, indi demirsiniz. Hansı qrupdan uşaq idi? Bax, uşaq xatırlaya bilmirəm. Kim idi o? Baxım görüm, əksəriyyətiniz düz yazmısınız. Mənim dərsdə az uşaq var. 9. 9-dan kim idi o? Əksəriyyətiniz deyirdiniz. Baxım görüm, əksəriyyətiniz demək olar ki, hamınız doğru cavabı yazmışsınız. Mən deyirəm, Damir, səndən çıxarıb. Y variantı deyirsiniz. Bəli, V-dən sonra köməkçi feil gəlməlidir. Gəlməyib. Didlə found'u biz bir araya gətirmirik. Did olanda find'a qayıtmalıydı. Burada find'a qayıdıb, amma bu didin yeri bura olmalıydı. Burada bir did olmalıydı. Yoxdur, cavab olur. Did you find? Y variantı olacaq. Əla, gedək 21-ci suala. 21-ci sualda yenə bizdən sıranı istəyir. Why-dan sonra demişik ki, köməkçi feil gələcək. Gəlib, amma bu gave-də qalmalı, yoxsa give-ə qayıtmalı idi? Təbii ki, give-ə qayıtmalı idi. Ona görə A variantı olmayacaq. Və sənin köməkçi feilin, bəs mübtədan hanı? Mübtədan idisə bu gəlsin burada. Bu gəlsin bura, gave-i də gave-də yox. Həfəzlə sual verəndə üçüncüyə dəyişirdi o, given olmalı idi. Üçüncüyə dəyişməli idi, olmalı idi given. Olmalı idi given, həm də ona görə səhvdir. Didlə yenə gave-i bir arada qoyubdur, bu da yanlışdır. C variantını da atırıq. Why-dan sonra köməkçi feil gəlməlidir. Bizdə he gəlibdir, gəlməməli idi. Did qabağa getməli idi, yanlış olur. Cavab olur 21-ci sualda
Y variantı. Gedək 23-cü suala. 23-cü sualda isə aha, 23-cü sualda isə yenə when gəlir. Biz bilirik ki, when-dən sonra nə gəlməlidir? Köməkçi feil sırasından getməlidir. Bizdə mit gəlib A variantında. Atıram. Köməkçi feil gəlib, amma metdə saxlayıbdır. Did yalanda met hara qayıtmalı idi? Mitə qayıtmalı idi da. Bu düzdürmü? Bu mitə qayıtmalı idi. Qayıtmayıb deyənə C variantı yanlışdır. When-dən sonra birbaşa köməkçi feil gəlməli idi. Yəni bu burada olmalı idi. Ona görə bu da yanlışdır. Burada da köməkçi feil gəlməyib deyənə. Bu da yanlışdır. Baxın, köməkçi feil sual əvəzinin özü gəlib, köməkçi feili də gəlib, müftədası da gəlib, mit xəbəri də gəlib, düppədüz gəlib, heç bir problem yoxdur. Olur B variantı. Yəni sizdən maksimum diqqət tələb edir bu suallar. Çox diqqətlə, belə səbirlə, tək-tək incələməlisiniz bir-bir testləri. 25-ci sualda, votda ehtiyatlı olun. Votda birbaşa feil də gələ bilər. Votda köməkçi feillə də gedə bilər. Yəni vota konkret deyə bilmirik ki, bundan getsin. Ya birbaşa feil gələr, müftədanın özünə sual verər, ya da köməkçi feil də gələ bilib, normal sual cümləsində düzəldə bilər. Gəlin baxaq. Gəlin Y variantına baxaq. Biz bayaq da dedik, həvəzlə sual verəndə bu drov 3-cü hala getməli deyildi, uşaqlar. 3-cü hala getməli deyildi, getməli idi də. Bitmiş zamanda sual verəndə bu drov 3-cü hala getməli idi. Getməyibdi. Ona görə bu Y variantı yanlışdır. Didlə sual verəndə drov isə birinci hala qayıtmalı idi. Təkcə drov olmalı idi. Bu feilləri kimlər ki bilmir, da dayvay halına ona eləyə biləcək heç nə yoxdur. O işi getsin canına cəfanı bassın, gecəsini gündüzünə haram etsin, otursun əzbərləsin. Yəni sən bir dim imtahanına girəsən, ingilis dili buraxılış imtahanına girəsən, sən qaydasız feillər əzbərə bilmirsənsə, bu artıq yəni sənin sorunundur, sənin problemindir. Sənin vəzifən gedib onu əzbərləmək. Onu gedib əzbərləmək deməkdir. Onu gedib əzbərləmək deməkdir. Yəni onu gedib əzbərləmək lazımdır da, yəni o sualları bilmək lazımdır. Aha, Rövşən qatılıbdır 4 dərsə. Rövşən Fidan hardadır Rövşən? Yaz mənə, ya mənə ya şəxsiyə, nə dərsə qatılmayıb. Deməli, diddə dedik ki, duroya qayıtmalıdır. Çünki didlə sual verəndə duroya, birinciyə qayıtmalıdır. Hardan bilirik? Zamanlarda öyrənmişik. Bu feillərdə əzbərə bilən uşaqlar var burada su kimi. Oradan bilirlər yəni. Yenə didlə sual veriksə duruya yox, duroya qayıtmalıydı. C variantı da yanlışdır. Yenə didlə sual verirsinsə durovun 3-cü hal nədir? Sən birinci hala qayıtmalısan. Ona görə B variantı da yanlışdır. Deməli, xəbərə birbaşa özünə sual veribdir. Cavab olacaq A variantı. Deyərsiniz ki, müəllimə, bəs köməkçi feili hanı? Mübtədanın özünə sual verib də, birbaşa xəbər gəlibdir. Votla mübtədanın özünə sual verə bilirik biz. Buna haqqımız var. Mümkündür. Mümkündür. Yazışmayaq. Deməli, 25-ci sualın cavabı olur A variantı. Keçək 27-ci suala. V-dən sonra gəlməlidir köməkçi feil. Baxın, D variantında gəlməyib at, Y variantında gəlməyib at. Du ilə sual verdim. Bax, bunu sırası cavab olaraq götürmə. Sənin feilini bura yanlış qoyubdu. Qrovun 3-cü halda. Özə bunları bu 2025-in təzə toplusuna salıblar. Əvvəlki toplularda belə tipli suallar yox idi. Yəni 11-ci siniflər çıxma ehtimalı çox yüksəkdir sizə bu tipli. Yəni sualın sırası düzgündür. Şaqqadan gedim C variantı eləmirsiniz orada. Sən duyu ilə sual verəndə sənin feilin sadə halda qalmalıdır. Eləcə qrov qalmalı idi. Ona görə C variantı yanlışdır. Yəni tək sırası yox. Feil özü orada düzgün girməlidir. Did olanda quru olmamalı idi. Nə olmalı idi? Yenə qrov olmalı idi. Bu da yanlışdır. Cavab olur A variantı 27-ci sualda. Gedək 29-cu suala. Deməli, 29-cu sualda yenə votlu bir sualla üz-üzəyik. Unutmayın, votda birbaşa xəbər gəlib mübtədaya da sual verə bilərəm. Köməkçi feil strukturunla da gedə bilərəm. İkisi də mümkündür. Sadəcə incələyəcəm, görüb nə etməliyəm. Mübtədası varsa mütləq köməkçi feili olmalıdır. Mübtədası yoxdursa köməkçi feili olmayacaq, birbaşa feil deməkdir. Gəlin baxaq. Baxın, köməkçi feili var, mübtədası da var. O zaman bunun yeri bura deyil. Bunun yeri bura olmalıdır. A variantı yanlışdır. B variantını tələsməyin götürmək. Deməyin mübtədaya sual verir. Mübtədaya sual verirsə var da bu cümlənin mübtədası. Şimdi mübtədasıdır da bunun. Mübtədanı niyə sual verir? Mübtədaya sual verilən cümlədə mübtəda olmamalıdır. Var axı. Varsa deməli mübtədanın özünə sual verməməlidir. Burada didi qabağa atmalı, normal sual cümləsi qurmalıdır. B də yanlışdır.
Burada didlə sual veribdi, çouza salıbdı. Bu çouz olmalıydı, yoxsa çuza qayıtmalıydı? Çuza qayıtmalıdır. Yəni təkcə sırası yox, feil özü də düzgün bir şəkildə olmalıdır. C variantı da yanlışdır. She mübtədandır. Bunun qabağına bir dənə did qoyub çuzu da düzəltməliydi ki, struktur düzgün getsin. D-də yanlışdır. Cavab olur Y variantı. What did she choose? Birinci strukturundan getdi. Köməkçi feil, sual əvəzliyi, mübtəda, sual əvəzliyi, köməkçi feil, mübtəda, xəbər strukturundan getdi. Feili də düzgün bir şəkildə bura yerləşdiribdi. Yəni bal kimi cavabdır. Getdik 31-ci suala. Yazın, yazın 31-ci sualı mesaj kutusuna. Dərsi pozmuruq. Eşidirsiniz məni? Dərsi pozmuruq. Çıxardacağım. Grupta heç bir kənar söhbət etmirsiniz. Heç bir kənar söhbət etmirsiniz. Full diqqətiniz testlərdə olur. Aha, deyirsiniz ki D variantıdır. Cavab deyirsiniz D variantıdır. Aha, gəlin görək. Didlə wait bir arada olmaz. A yanlışdır. V-dən sonra köməkçi feil gəlməlidir. Burada did bura gəlibdir. Bunun yeri bura olmalıydı. Bu da yanlışdır. Köməkçi feil gəlməlidir. Z gəlib. Bu da yanlışdır. Köməkçi feil gəlməlidir. Y variantında gəlməyib. Bu da yanlışdır. Baxın, diddir. Köməkçi feili də tanımırsınızsa bilin, yəni bu diddir, dudur, tazdır. Bunlar təvdi, həzdi, köməkçi feil ola bilirlər. Modal feillərdir. 31-ci sualın cavabı olur D variantı. 33-cü sual. Yəni ikinci hissə testlərində çətinlik çəkirsinizsə, bu deməkdir ki, sizin birinci hissə testlərində boşluğunuz var. İkinci hisslərin testlərində çətinlik çəkirsənsə, sən deməli birinci hissədə bir boşluğun var. Gedib onu tamamlamalısan. Çünki biraz əlaqəlidir, zəncirvaridir bu mövzular bir-birindən. 33-cü sual. Didlə broke bir arada olmaz. Bu break-ə qayıtmalıydı. Getdi. Y-dan sonra köməkçi feil gəlməlidir. You gəlibdi, getdi. Gəlibdi, saxla. Didin yeri D variantında qabaqda olmalıydı. Getdi. Didlə sual verib. Bu ink nədir? Biz diddə inklə sual veririk. Feili eləcə break olaraq yazsın da bu. Yəni Y variantı da yanlış olur. Doğru cavab olur C variantı 33-cü sualda. Gedək 35-ci sual. Aha, votda. Votda dedik birbaşa feil gələ bilər. Mübtədanın özünə sual vermiş ola bilərik. Və ya köməkçi feil gələr, o strukturundan gedər. Əgər cümlənin mübtədası varsa, köməkçi feili də olmalıdır. Mübtədası yoxdursa, demək ki, onun özünə sual veribdir. Köməkçi feilə ehtiyacı da yoxdur. Bu cümlənin mübtədası you'dur. Var bunun mübtədası. Yaxşı, oradan tutmadınız. Gəlin başqa variantlarla başlayaq. Heç A-dan başlamayacağam. Gedək. Deməli, didlə sual verib bu ink nədir? Bu ink nədir? Sink eləcə sadə yazsın da. Bu biz keçmiş zamanda sual verəndə sink elə sadə qalır. Ink nədir bu? Davam edici zaman zatdır ki, buna ink qoyur bu. Sinkdə qalmalıydı. Y variantı deyil 35-ci sualda. Aha, you sənin mübtədandır. Bunun didi olmalıydı qabağında. Hər hansı bir köməkçi feili olmalıydı qabağında. Yoxdur. Demək ki, bu da yanlışdır. Day mübtədaya sual verib demir. Mübtədaya sual verəndə birbaşa feil gəlməliydi. Yu'da olmamalıydı. Bu da yanlışdır. Didlə sual veriksə sought nə olmalıydı? Sinkə qayıtmalıydı da. Bu birinciyə qayıtmalıydı. Birinciyə qayıtmalıydı. Qaydası feilləri əzbərə biliriksə. C də deyil. Aynen B'dəyik. What did you think? Olma cavabı çox yüksəkdir. Amma what sought isə birdən deyərsiniz ki, müəllim mübtədaya sual verib. Cümlənin mübtədası var onsuz da. Cümlə mübtədası var onsuz da. Yəni bu buradadırsa, sən mübtədaya necə sual verə bilirsən? Demək ki, bu qabağa gəlməli idi. Onun da qabağına did gəlməli idi. Yəni B-dəki kimi olmalı idi. 35-ci sualın cavabı olur B variantı. Gedirik 37-ci, neçənci suala düşürük? 37-ci suala. Yenə hallı bir vəziyyətlə üz-üzəyik. Görək halda necə olacaq? Haldan sonra demişdik ki, köməkçi feil gəlməlidir. Baxın, A-da gəlib, B-də gəlib, C-də gəlməyibdir. D-də də gəlməyibdir. O didlə sual verəndə feilin düzgün gəlib sənin bura. Bu S nədir? Feilin sonundakı S nədir? Belə bir şey yox idi. Yəni bu indiki sadə zamanda təsdiq cümlənin quruluşu idi. Tək xəbəri göstərirdi. Burada diddə elə bir şey yox idi. Yəni Y variantını da atırıq. Gedir. Didlə sual verəndə bu felt olmamalıydı. Bu da fil olmalıydı. Fil olmalıydı. Bu da yanlışdı. A-nı da atırıq. Doğru cavab olur 37-ci sualda. B variantı. Gedirik 39-cu suala. Who kim deməkdir? Who da birbaşa feildə gələ bilər. Mübtədanın özünə sual verib deməkdir.
Burada köməkçi feil mübtəda xəbər strukturundan da gedə bilər. İkisi də mümkündür. Baxaq görək neyə bilirik biz 39-cu sualda. Əslində 39-cu sualı sizə yazdırtmaq istəyirəm. 39-u yazın. Bayaqdan bu tipi nə qədər sual işləmişik. 39-u hər kəs bir variant olacaq şəkildə yazsın. Deməli, 39-da bu given nədir? Mübtədaya sual verəndə biz feili necə gətiririk? Ya s-lə gətiririk, təkdə sual veririk, ya da keçmiş zamanda gave yazarıq. Bu given yazıbsa, bunun qabağına has olmalı idi ki, birləşsin onunla zamanı formalaşdırsın da, bitmiş zamanını formalaşdırsın. Yəni ona görə bu deyil cavab. Who sual əvəzliyin, did mübtəda, köməkçi feilin, o zaman bura mübtəda girsin. Girib o mübtəda bura, xeyr, give yazıbdı bura. Olmamalıdır. Yəni bura mübtəda gəlməlidir, sonra give yazmalıydı. Bu da yanlışdır. Who ilə birbaşa feil gəlibsə, give indiki zamanda, o zaman s qoysun bunun qabağına, təkdə gətirsin bu xəbəri. Bu da olmadı. Did ilə gave bir arada olmur, give-ə qayıtmalıydı. Bu da olmadı, cavab oldu A variantı. Bir də dərsmə gave-də s gəlsin, gave keçmiş zamanda, ona s gəlmir. 39-cu sualın cavabı olur A variantı. Gedirik 41-ci suala. Görürsünüz ki, didlə build bir arada gəlib. Bu build yox, build-ə qayıtmalıydı bu. A variantı yanlışdır. Vendən sonra köməkçi feil gəlmədi, səndə build gəlibdi, gəlməyibdi köməkçi feil. Sual əvəzliyin, did köməkçi feilin, villager mübtədan, build də xəbərin düzgün gəlibdir, yüksək bir ehtimal ki, cavabdır. Did gəlib, mübtədan gəlib, bildik nədir, ing nədir burada? İng olmamalıdır axı, davam edici zaman zaddır ki, sən buna ing qoyursan, bu da olmayacaq. Vendən sonra did gəlməlidir, yəni didin yeri buraydı, bu da olmayacaq. Doğru cavab olacaq C variantı. Gedir 40 neçənci suala? 43-cü suala. 43-cü sualda isə what competition? Görürsünüz, what competition bütün variantlarda eynidir. Demək ki, what-dan sonra xatırlayırsınız da, isim gələ bilirdi. İsim gələndə hansı tərcüməsini verirdi? What-dan sonra isim gələndə strukturu belə olurdu. What üstə gəl isim, köməkçi feil, mübtəda, xəbər. Mümkündür yəni. What-da biraz ehtiyatlı olun hər zaman. Köməkçi və mübtəda xəbər. Hətta mübtədanın özünə də belə isim gəlib sual verə bilirik. O da mümkündür. Yəni mümkün deyil deyə bilmərik sizə. Çünki elə suallarda çıxa bilər qabağımıza. What üstə gəl isim, üstə gəl birbaşa feil də olub mübtədaya sual verə bilər. Mümkündür yəni. Sual verilər. Verilir. O da mümkündür. İkisi də olur. İndi gəlin baxaq. Aha, bu cümlənin mübtədası she-dir. She-dirsə, deməli bu what competition-dan sonra köməkçi feil gəlməli idi. She mübtədadır da, mübtədası varsa köməkçi feili də olsun da. Yoxdur köməkçi feili. A variantını at getsin. Sonra davam edirik. She, köməkçi feilim də gəlib. Bu da doğru cavaba bənzəyir, qalsın. Do gəlib. She-yə do ilə sual veririk biz. Nasıl sıra düzü? She-yə do ilə sual verilir. She-yə does-dan sual verilir. Diyə yoxsa dazdan sual verməli idi. Daz söhbətinə görə də hişitdə daz idi. C də deyil, at getsin. Aha, dazla sual vermirsən, yaxşı eləmirsən. Və bu tekin sondakı S nədir? Axı S düşməli idi, düşməyibdi. Bu da yanlışdır. Di varsa qabağında nə olmalı idi? Du, did, daz, du da yox, hətta daz və ya did olmalıdır. Köməkçi feil olmalı idi. Çünki mübtəda varsa köməkçi feil olmalıdır. E variant da yanlışdır. Doğru cavab olur 43-cü sualda B variantı. Gedək 45-ci suala. 45-ci sualda did varsa lost niyə? Bu lose olmalıydı. Düzdür, birinciyə qayıtmalı deyildi. Bu lose olmalıydı. A variantı deyil. Vendən sonra mübtədaya sual vermirdik. Vendən sonra köməkçi feil quruluşundan gedirdik. Lost gəlib. Lost köməkçi feil deyil axı. Köməkçi feil diddi, amma bunun da yeri vendən sonra, əvindən əvvəldə olmalıydı. Yəni, when did she olmalıydı. C də deyil. Baxın, when did she lose? Elə cavab budur. When-dən sonra she lost yox, did gəlməliydi. Cavab olur 45-ci sualda. D variantı. 47-ci sualda who ilə unutmayın, mübtədaya da sual vermək olur. Əgər cümlənin mübtədası varsa, mübtədaya da sual vermək olacaq 47-ci sualda. Necə 47-ci sualın cavabı nədir?
Baxaq mesaj qutusuna. Heç bir cavabınızı qəbul etmirəm. Heç kəsin cavabını qəbul etmirəm, çünki səhvdir. İlqar düzəltdi cavabını. Bir dənə İlqar düz cavab verdi. Sonra ondan sonra gəldi cavablar. Hı -hı. Sonradan gəldi. Nə oldu? Getdiniz. Bir dənə belə sual gördünüz, sırası özünüzü itirdiniz. Bunu bildiniz ki, didlə brought bir arada olmur. Birbaşa feil gələ bilər who'dan sonra. Gələ bilər. Ona görə bu ilə C-ni gəlin saxlayaq. Burada məhçulun sualıdır da bu was brought. Was brought məhçulun sualıdırsa, deyir ki, bu sıvı, bu üzgüçülük şəkələkləri deməkdir. Üzgüçülükdə qeynilən o iki barmaqlı şeylərə deyilir. Deyir, bu üzgüçülük ayaqqabılarını, üzüm ayaqqabılarını kim tərəfindən gətirilib? O zaman bu üzgüçülük ayaqqabıları bura gəlsin. Çünki məhçul növdə, bu was-da bu qabağa gəlməlidir. O zaman da bu swim cəmdə olur, heç was-la sual vermək olmayacaq. Bu Y variantını deyənlər, bu köməkçi feil, sual əvəzinin, das köməkçi feilin, bu da xəbərim. Köməkçi feil olanda bunun dalınca mübtəda girməli idi axı araya. Burada mübtəda olmalıdır. Birbaşa xəbər gəlməməli idi axı, mübtəda olmalı idi. Birbaşa xəbər gəlirsə, o zaman dazı niyə qoyursan? Y də olmur. Qaldınız B ilə C-də. Bring indiki zamandadır. İndiki zamanda sual verəndə birbaşa xəbərlə S gəlməli idi sonuna. C-də olmur. Cavab olur B variantı. Məlum növdə sual verir. Kim gətiribdir bu ayaqqabıları deyir səyahət üçün. Amma məhçulda sual versəniz bu ayaqqabılar kim tərəfindən gətirilib? O zaman bu swim fees qabağa keçməlidir. Çünki bu ayaqqabılar artıq çevrili olur sənin mübtədan. Burada isə bu ayaqqabılar mübtəda deyil, tamamlıq vəzifəsindədir. Qəşəng sual idi. Qəşəng sual idi. 7-ci sual. 9-cu sualda didlə met, elə bir sual olsa yenə sizə yazdıracağam. Didlə met bir arada olmur. B variantını ataq getsin. Haldan sonra köməkçi feil gəlməlidir. Bizdən mit gəlib, at getsin. Du ilə met bir arada olmur. At getsin. Did qabağa gəlməli idi. At getsin. Doğru cavab olur A variantı. Bunu tutmuşsunuz. Bunu tutmuşsunuz. Sizin beyninizi qarışdıran o mübtədəyə sual verməkdir. O biraz artıq ingilis dilinin biraz dərinliyidir. Dilə biraz hakim olmaq lazımdır. Gedirik neçənci suala? 50, yox, 53-cü sorry. 53-cü sual. Aha, V-əni artıq öyrənmişik. V-dən sonra köməkçi feil gəlməlidir. Səndə the students gəlib. A variantını at. Take gəlib. B variantını at. Did gəlib, amma bu tuk-tukda qalmamalıydı. Yəni, axıra qədər baxın. Tuk-tuk olmamalıydı. Tuk didə görə take-ə qayıtmalıydı. Ona görə C variantı da deyil. Didlə sual verirsənsə, davam edici zaman ingin nə işi var? Take olmalıydı o. D variantı da deyil. Cavab olur Y variantı 53-cü sualda. Gedək 55-ci suala. Yazın. Yazın görək 55-ci sualı. Yazın görək. Hamı E yazı təkərə düşdüm. Xeyr, İlqar. 11-lər özünüzə güvənin. İlqar, şöyle. Siz özünüzə güvənin. Mən də dedim 11-lər düz yazar yəqin. O da həmişə düz olmamış. Niyə belə oldu ki? 11-lər səhv edəməz. Sizə güvənmişdim. Dərsdən kənar yazmayın. Dərsi bölürsünüz uşaqlar. Dərsi bölməyin. 55-ci suala nə yazırsınız? 55-ci suala yeni A variantı qeyd edirsiniz. Aha. Onda belə çıxır ki, 11-lər nə yazsa, 9-lar da onu yazır yəqin. Deməli, 55-ci sualda heç nə yazmayın chat qutusuna. Cavablarınızı gördüm. 55-ci suala deyirsiniz ki, A variantıdır. Aha. Bundan sonra this books gəlibdir. Mübtədaya sual verirsə, o zaman elə bir dəfəlik belong to gəlsin də, aid olmaq sözüdür. Bu this books niyə gəlir ki? This books gəlirsə, köməkçi feil də olmalıdır qabağında. Yenə tuhumdan sonra this book gəlibdir. Bu da yanlışdır. Tuhumdan sonra belong gəlibdir. Xeyr, whomla sual verəndə ümumiyyətlə, whomda mübtədaya sual vermək söhbəti yoxdur. Onu da qeyd edim. Hum köməkçi feil xəbərindən gedir. Köməkçi feil. Yəni humun quruluşunu yazın. Humu hu ilə qarışdırmayın. Huda mübtədaya sual vermək olur, amma humda olmur. Hum köməkçi feil mübtəda xəbər sırasından gedir hər zaman. Yəni mümkün deyil ki, mübtədaya sual verə bilək. Ona görə burada D variantı da yanlışdır. Belong gələ bilməz. Köməkçi feil gəlməlidir.
Burada isə who gəlib do köməkçi feilin, sonra mübtəda gəlməlidir. Mübtədanın da this books-u gəlib girməli idi bu araya. Girməyib də cavab olur A variantı. Bəli, 55-ci sualda. 57-ci sualda what job, what üstəgəl isim gəlibdir. Bundan sonra köməkçi feil gəlməlidir. Baxaq. Burada you gəlibdir. Gələ bilməz. Köməkçi feil gəlməlidir. Burada da you gəlibdir. C variantında at getsin. Burada da you gəlibdir. At getsin. B ilə D-nin arasındasan. Biz bilirik ki, köməkçi feil gəlməlidir. Dalınca müftəda gəlməlidir. Baxın, D-də are köməkçi feilim. Dalınca müftəda gəlməlidir. Bu müftəda you-dur. You gəlməlidir are you-nun qabağına. Belə are you olmalıydı. Ona görə D variantı da yanlış olur. 57-ci sualın cavabı olacaq B variantı. 59-cu sualda isə gəlin baxaq görək nə edirik. Does-la S bir aradadır. B variantını bu səbəblə atıram. When-dən sonra köməkçi feil gəlməlidir. Bizdə anar gəlibdir. Bu və səbəblə 59-cu sualda D variantını tuturam. What-dan sonra anar gəlibdir. Ya köməkçi feil gəlməlidir, ya da birbaşa xəbər gəlməlidir ki, mübtədaya sual versin. Anar nə köməkçi feildir, nə də birbaşa xəbərdir. Bu səbəblə atıram. Does varsa S bir arada buradakı collect'in sonundakı S feilin sonundakı S olmamalıydı. Bu səbəblə atıram. Cavab olur C variantı. Birdən deyərsən, mənə collectingin sonundakı ing, sən xəbərin bu cümlədə collectingdən də başqa like xəbəri var. Like-ın sonuna ki qoymayıb ki ingi. Ora ki qoymayıb, ona görə bunu doğru cavab olaraq götürəcəyik 59-cu suala. What does Anar like collecting? Anar nə yığmağı, nə toplamağı xoşlayır sualını verəcək. Gedək 61-ci suala. Humu bayaq da yazdıq. Humdan sonra nə gəlməlidir? Dedik ki, köməkçi feil strukturunla getməlidir. Amma bizdə explained gəlibdir. Ona görə qəbul etmirəm humu. Did varsa explain-in sonundakı id olmamalıdır. C variantında atıram. Humdan sonra köməkçi feil gəlməlidir. Səndə the policeman gəlib atıram. Humdan sonra köməkçi feil gəlibsə, burada dalınca da müftəda gəlməlidir. Yəni köməkçi feil giribsə, müftəda da girməlidir cümləyə. Explain müftəda deyil, axı müftədan policeman-dir. Bu fırlanıb gəlməli idi bura. Ona görə Y variantı da deyil. Baxın, who did the policeman explain the rule to? Cavab olur B variantı. Gedirik 63-cü suala. What-dan does-da realize-la S bir arada gəlib. Yəni does varsa S orada olmamalıydı 63-cü sualda. Did varsa id olmamalıydı. B variantı da gedir. Does köməkçi feildirsə, dalınca mübtəda mütləq gəlməlidir. Mübtəda da Mary'dir, realize deyil. Mary bura girməliydi. Ona görə C variantı da deyil. Did köməkçi feilindirsə, yeri bura deyil, yeri bura olmalıydı. D variantı da deyil. Baxın, what, did, Mary, realize, axı, sual əvəziyin köməkçi feili mübtədən xəbər sırasından Y variantını doğru cavab olaraq götürəcəyik. Gedirik 65-ci suala. 65-ci sualda how many buildings görürsünüz? Hamısında eynidir. How many buildings. Deməli, how many buildingsdən sonraya gedəcəyik. How many buildingsdən sonra köməkçi feil gəlməlidir. Ya da birbaşa feil gəlib, bəlkə mübtədaya da sual vermək mümkündür how many buildingsdən. Məhsul növdə sual verə bilərəm how many buildingsdən sual verə bilərəm. Amma özündən sonra birbaşa xəbər gəlməlidir. Səndə your company gəlibsə, bunun mütləq ki, müftədadır da bu. Mütləq ki, bunun qabağında köməkçi feil olmalıydı. Yoxdur köməkçi feil. O zaman A variantını at. Didlə build bir arada olmaz. B variantını da at. Didlə build bir arada olmaz. C variantını da at. Your company sənin müftədandır. O zaman bunun didi burada, yeri bura deyil axı. How many buildingsdən sonra gəlməlidir. D-ni də at. Baxın, gəlib sonra. Did your company build? Cavab olacaq Y variantı 65-ci sualda. Gedək 67-ci suala. 67-ci sualda görək niyə bilərik. Bəlkə siz yazasınız. Yazın görək 67-ci sualı. 67-ci sualı yazın. Maraqlıdır. Xüsusən 11-lərin cavabı mənə maraqlıdır 67-ci sualda. Altmış 67-ci sualda, 11-lər C deyirlər.
Baxın, burada V-yə dazla sual vermək olmaz. Bunu yəqin ki, hər kəsə aydındır. Bu o qədər yaxın cavabdır ki, o qədər belə insanın belə içindən götürmək gəlir. Ay mənə həqiqətən mən olsam mən belə götürmək istəyərəm də, yəni onun cavabı olaraq. Amma elə deyil də. Çünki bu cümləni tərcümə edəndə həqiqətən çox pis bir cümlə alınır. Burada deyir ki, what do we have an advantage in this project? Bu proyektdə hansı avantajımız var? What-u nə avantajımız var? O zaman bu advantage isim deyə bu getməlidir what-dan sonraya. What üstəgəl isim sırasından getməli idi bu. What advantage do we have olmalıydı. Məhz bu səbəblə yanlışdır. Əgər sən demək istəyirsən ki, bizim nə avantajımız var, hansı avantajımız var, o zaman what-u üstəgəl isim strukturundan aparmalısan. Ona görə B variantı məhz bu səbəblə yanlışdır. Baxın, burada bu strukturla gedib. What advantage do we have in this project? Baxın, burada tərcümə biz istədiyimiz kimidir. Hansı avantajımız bu projedə bizim var? Doğru cavab C-dir. Burada isə what advantage-dən sonra have gəlib, we gəlib. Bəs sən feilin nədir? Have yaxşı sənin olsun köməkçi feilin. Olsun köməkçi feilin. We də müftədan. Bəs xəbərin özü hanı? Feilin özü hanı? Bu da olmadı. Have-in özü ilə də ki, belə sual verməyəcəyik biz. Ona görə D variantı da deyil. Do ilə has də ki, vəbşi bir arada olmaz. Yəni, bunu heç başını buraxaq, yəni heç ona baxmağa dəyməz. 69-cu sual. 69-cu sualı yazaq. 69-cu sualı yazaq. Deməli, birincidə how long-dan sonra köməkçi feil gəlməlidir. Səndə representative, təmsilçi sözü gəlib, yanlışdır. Yəni, bu has qabağa keçməlidir. Birləri at. Atıq. Atıq. Fikir versiniz, hər ikisində var. Deməli, 2 doğrudur. Since when nə vaxtdan bəri, sonra köməkçi feilin has, sonra mübtədan, has olanda bini də olmalıdır. Bu da doğru cavabdır. İkini götürək. İkin ona görə doğrudur. Burada isə representative haslə binin arasına girməli idi. Girməyibdir. 3-ü də ataq. Qaldıq 4 ilə 5-in arasında. Həzlə 1-in arasına representative girməlidir. Baxın, 5-də girməyibdir. Bu, bura girməli idi. Ki, girsə belə representative isə cəmdədir. Həzbin yox, həbbinə çevrilməli idi. 5 də yanlışdır. Doğru cavab olur 2, 4, B variantı. Gedək 70 neçənci suala? 71-ci suala. 71-ci sualda didlə id bir arada olmur. Yəni ki, burada məndən razısınız 71-ci sualda. Did və accepted-i biz deyə bilmərik. İkiləri gəlin ataq. İkiləri gəlin ataq. 4 görürsünüz ki, ortaqda 4-ü götürək. Which manager accepted the application? Hansı manager, hansı idarə edici, yönetici bu başvurunu belə deyək də, bu qeydiyyatı qəbul edib də, mübtədanın özünə sual verib də. Which manager birlikdə isimlə gəlib, dalınca birbaşa xəbər gəlib, mübtədanın özünə sual veribdir. Biz 4-ü götürə bilərik. İkiləri də atmışıq. Gəldik bura. Whose application? Aha, that manager. Axı, sənin that manager müftədandırsa, bunun mütləq ki, qabağında bir köməkçi feil olmalıdır. Birdən gəlsə, bəlkə müftədanın özünə sual veribdir. Müftədanın özünə sual verirsə, onda bu 4-dəki kimi priamoy accepted gəlsin də, birbaşa feil gəlsin. Manager niyə gəlir ki? Ona görə C3 də yanlışdır. Baxın, burada manager gəlib deyənə cümləsini düzgün şəkildə formalaşdırıb, götürüb qabağına köməkçi feilində yazıb, feilində yazıb, öz feilini cavab olur. 1, 4. Yəni, bir cümlədə müftəda varsa, mütləq köməkçi feil olmalıdır onun yanında. Gedək 73-cü suala. 73-cü suala. How often? How often-dan sonra köməkçi feil gəlməlidir. B-də gardeners gəlib. C-də didlə id bir arada gəlib. C-ni də at. Ondan sonra burada daz gəlib. Dazdan sonra mübtəda gəlməlidir. Water burada sulamaqdır, feildir. Cümlənin mübtədası gardenersdır. Fırlanıb bura girməli idi. Onu da heç dazla yox, du ilə sual verməli idi. A da yanlışdır. Ha, often-dan sonra köməkçi feil gəlməlidir. Y-də gardeners gəlib, yanlışdır. Doğru cavab olur D variantı 73-cü sualda ən doğru sıralama 73-cü sualda D variantıdır. Gedək 75-ci suala. Aha. Who-da birbaşa feildə gələ bilər. Köməkçi feil sırasından da gedə bilər. Birbaşa feil gələndə demək ki, mübtədanın özünə sual verir. Amma o cümlədə mübtəda varsa,
Artıq yəni onun özünə sual verməyə ehtiyac yoxdur. Köməkçi feil olmalıdır. Baxın, bu cümlənin mübtədası you'dur. You'dursa, bunun qabağına köməkçi feil gəlməlidir. Huvi, sən roller coaster'ı kim ilə sürürsən? Sənə sual verirəm. Sən cümlənin mübtədasıdır da. Yəni sən cümlənin mübtədasıdır. Qabağında köməkçi feil olmalıdır. Bizdə right yazıb, yanlışdır. Road yazıb, yanlışdır. Köməkçi feil, mübtəda, xəbər doğrudur. C variantı. You gəlibdir, qəbul etmirik. Didlə road da bir arada olmur. Həm də you bura girməli idi. Yanlış olur. Cavab olur C variantı. İnşallah ki mövzu sizə aydın olur. 77-ci sualı yazın. 77-ci sualı yazın. 11-lər sizi aktiv görüm də. Bu mövzuda sizi aktiv görmək istəyirəm. Onlara çətin gələ bilər, amma siz otuzdurmalısınız söhbət özünüzdə. Yəni işləməyə çalışın, beyninizi yorun bu sualların üstündə. Bəli, didlə idi bir arada olmaz. You varsa qabağında did olmalıydı ya da nə bilim bir köməkçi feil olmalıydı. Getdi. C variantı doğru cavaba bənzəyir. Did, you, use. Mübtədanın özünə sual veribsə bu you nədir? Bu you özü mübtədadır da elə. Bu özü mübtədadırsa olmaz axı bunu. Bu you olmasa hə. Deyərəm ki, kim istifadə edir istiyotu. Amma burada sən var axı. Sən kim istifadə edir deyə bilməzsən axı. Sən deməlisən ki, sən nə üçün istifadə edirsən? Yəni sən sənin mübtədandırsa sıralamada köməkçi feil olmalıdır. Getdi, you gəlmir. Ona görə cavab olur C variantı. Gedək 79-cu suala. 79-cu sualda V-dən sonra dedik köməkçi feil gəlməlidir. B-də şef gəlib, at. Prepared gəlib 79-cu sualda. Baxaq görək 79-cu sualda. Mübtədanın özünə də sual vermiş ola bilər, amma şef onsuz da cümlənin mübtədası var. Cümlənin mübtədası varsa, şef varsa, prepared birbaşa gələ bilməz. Şefin qabağında köməkçi feil olmalıdır. Does'la prepare, does köməkçi feilindirsə, şef onun qabağına keçməli idi. Yanlış oldu. Şef belə gələ bilməz, qabağında köməkçi feil olmalıdır. Cavab olur A variantı 79-cu sualda. Gedək 81-ci suala. 81-ci sualda isə aha, when-dən sonra köməkçi feil gəlməlidir. A-da Z gəlib, Z köməkçi feildir. Köməkçi feil də gəlib, mübtəda da gəlib, xəbər də gəlib. Doğru ehtimal olma ehtimalı yüksək bir cavabdır ki, böyük bir ehtimal odur. When-dən sonra Z gəlib, qəbul etmə, Z gəlib, qəbul etmə, Z gəlib, qəbul etmə, cavab olsun B variantı. Çünki when-in strukturu köməkçi feil, mübtəda, xəbər strukturunla gedir. Son olaraq 83-cü sualın cavabını yazın. Vaxtımıza az qalıb. Növbəti linkə sadəcə 11-ci siniflər qatılacaq. Növbəti linkə sadəcə 11-ci siniflər qatılıb sınaq işləyəcəklər. Növbəti linkə. Deyirsiniz ki, A variantıdır. Cavab what do, şiyə do ilə sual vermirik. B-dən sonra köməkçi feil gəlməlidir. Burada classmate gəlib. Does da wrote bir arada olmur. Ondan sonra boya du ilə sual vermirik. Doğru cavab olur A variantı. 85-i də izah edeyim gedən vaxt ərzində. V'dən sonra köməkçi feil gəlməlidir. Bizdə Z turist gəlibdir. A variantı yanlışdır. Who'dan sonra isim gələ bilər. Sandwich is on the table olma ehtimalı yüksək bir cavabdır 85-ci sual. How many yogurt? Yogurt sayılmayan isimdir. Ona many ilə sual verə bilmərik. Hadi onu keçdim. You varsa, mübtəda varsa qabağında köməkçi feil olmalıdır. C-də deyil. Does və id-nin bir arada olma ehtimalı yəni sıfırdır. Burada da ki do ilə do indiki zamanda, held keçmiş zamanda da bunun indikisi hold olmalıydı. Elə bir olmalıydı. 7 yanlışdır. Doğru cavab olur B variantı. Whose sandwich is on the table? Kimin sendviçi stolun üstündədir? 87-ci sualda isə 87-ci sualda nə edə bilərik? How much money-dən sonra he gəlib, bundan sonra köməkçi feil gəlməli idi. He gəlməli deyildi. Does-dan sonra mübtəda gəlməlidir. Yəni this back bura girməli idi. Ona görə Y variantı da deyil 87-ci sualda. How much cost belə mübtəda how much-dan sonra köməkçi feil gəlməlidir uşaqlar. Bu da gəlməyibdi. Baxaq görək. How much-dan this scarf təkdədirsə do ilə yox, does-da sual verməli idi. Doğru cavab olur 87-ci sualda A variantı. Son olaraq 89-u da açım. Siz bir dənə sürətlə cavabını yazın. 89-un
Linki sadəcə 11-ci siniflərə atacağam. Bir dənə yazın 89-un cavabını. 146 sualdır toplam, amma bitirə bilməyəcəm. Çünki mövzu istəyirəm biraz mövzu otursun sizdə və sabah sınaq var, sınaq işləməliyik. 89-cu sualı yazım. Sabah ardını işləyəcəm. 89-cu suala deyirsiniz ki, Y variantı didlə id bir arada olmaz. Yanlışdır. Şiyə du ilə sual vermirik. Yanlışdır. How many books-dan sonra he gələ bilməz. Has qabağa keçməli idi. She'nin qabağında mübtəda olmalı idi. Köməkçi feil olmalı idi. 89-cu sualın cavabı olur Y variantı. 91-i yazın. Vaxtımıza var. 91-i yazaq. Növbəti linkə sadəcə 11-ci siniflər. Görünmür. Ha, yəqin vaxtı az qalıb, ona görə uşaqlar, ona görə görünmür. Yox, vaxtı az qalıb. Yeni bir link atıram, sınaq işləyirik, sadəcə 11-ci siniflər. Deməli, ən son 91-ə qədər gəldik. Elə burada da saxlayıram. 91-ə qədər saxlayıram. Sabahları ardını işləyib bitirərik. Məncə 91-ə qədər bir şeylər sizə aydın oldu, yəni. Ondan təklərini də verəcəm evdə, işləyəcəksiniz. Bu Baku adıyla qatılan adını yazsın. Baku adıyla qatılan. Mən sınağı açıram artıq sizə. Sınağı açıram. OTK-nın sınağıdır. Özünüz də görürsünüz ki, tarixini qeyd edib 18.02.2024. Siz də sabah 15.02.2026 girəcəksiniz bu sınağa. Cavablarda qeyd olunmalar var, amma çox səhvdir. Onu da qeyd edim sizə. Silə bilmədim. Çox təəssüf. Yəni, çoxu səhvdir, amma onu qeyd edim. Yəni, ona görə özünüz öz cavablarınızla verin. Başlayaq, işləyək. Mən istəyirsinizsə ekran ata bilərəm. Ekran atacağım sizə.
Salam müəllimə, mənəm Aysu. Öz telefonuna reyestrə qoşulmuşam. Bu anamın telefonunda sizin dərsə də qoşuldum. İkisini birlikdə aparırsam Aysu, halal olsun. Bunun linkini qrupa atarız da zəhmət olmasa mənim PDF-in linkini mi qrupa mı atım? PDF-i mi atım? PDF ata bilərəm. İşarəli də axı. Cavabların çox səhvdir. Şöyle. Neyim? Eləməyək elə. Əsas izahına baxacaqsınız da onsuz da. Yəni mən onu silə bilmədim. Çox təəssüf. Vaxtda olmadı. Bəli, bu sualları işləyəcəyik. Qruplara göndərmişəm. Gəlin belə eləyək. Mən necə edim ki, siz cavabları görmədən işləyəsiniz? Neynəmək olar uşaqlar? İlqar, neyniyə bilərik? İlqar, bu cavablar görsənməsin. Ya da kimsə bunun ekranını ChatGPT. Uşaqlar, neyniyə bilərik ki, bunun cavabları görsənməsin? Mən sildim hamısını çünki. Bu mümkündür. Ekranını ChatGPT-yə atıb desək ki, cavabları silsin. Siz bu atdığımdan işləyin. Siz bu atdığımdan işləyin. Nömrələri necə var, elə olduğu kimi yazın. Nömrələri necə var, orada olduğu kimi yazın. Atdım qrupa. Bunu ChatGPT təmizləyibdi. Digər sualları da prosta silibdi. Nömrələr necədir, elə də işləyin. Atdım qruplara. Bu arada kaydı durdurmamışam. Bu vəziyyətdə də YouTube-a